Bugünü ötməsən sabaha çatmazsan. Siyasəti ötməsən ruhaniyyata çatmazsan. Ötərini ötməsən əbədiyə çatmazsan. Xoş gördük sizi Müşfiq bəy. Bugünkü qonağımız filosof Müşfiq Ötkündür. Birbaşa artıq söhbətə başlamaq istəyirəm. Daha doğrusu ürəyi dolu gəlmişəm, suallarım çoxdur. Müşfiq bəy, mən belə deyim də, biraz arzular, xəyallar çox quran insanam. Çox şey arzulayıram. Ona çatdıqdan sonra da biraz belə şübhələnirəm ki, elə bil ki, bu arzu lazım deyildi, elə bil. Ona çatdıqdan sonra, çatana qədər deyil. Ümumiyyətlə, arzu sizcə gözəl bir şeydirmi? Yəni, həyatda gərəkən bir şeydirmi? Yoxsa arzu özündən sonra boşluq yaratan bir şeydir sizcə? Necə düşünürsünüz? Arzu dirilik əlamətidir. Həyatın ilk nişanəsidir. Məsələn, bu stəkanı mən qoymuşam bura, o heç vaxt yerindən tərpənməyəcək. Çünki onun arzusu yoxdur. Amma mən bir iti, məsələn, saxlaya bilmərəm 5 dəqiqə sakit. O ətrafa baxacaq, nəyisə xoşuna gələcək, nəyisə arzulayacaq. Bir buridan eşşeyi deyən bir məsələ var fəlsəfədə ki, iki ot tayasını eşşəkdən eyni məsafədə qoysanız, eşşək hansına doğru gedə biləcəyini bilməyəcək və nəticədə ac qalacaq, acından öləcək. Amma əslində reallıqda belə olmur. Canlı varlıqlar həmişə bir şeylər arzulayırlar və ona doğru gedirlər. Bu həyatın canlılıq ifadəsidir. Yəni canlı varlıq bir şeylər arzulayır və ona doğru gedir. Çünki onun seçimləri var və o həyatı bu cür tədqiq edir. Arzular vasitəsilə və Budda kimi bir müdrik adam da bəşəriyyətin lap sabahında durub deyir ki, heç nə arzulamayın. 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 Nə verirlərsə onu sevin. Tanrı sizə nə veribsə, bu varlıq sizə nə veribsə, elə onu da arzulayın. Bu əslində sonuçda belə bir şeyə gəlməkdir ki, narahat olmayın. Sizə nə lazımdırsa veriblər. O arzular sizi əsas yoldan uzaqlaşdıracaq. Fikir verirsiniz, indi qərb mədəniyyəti nəyin üzərində qurulub? Arzula, sən bacararsan. Motivasiya söhbətləri. Hamısı dəlixanaya aparır, inanırsınız. Böyük depressiya və dəlixananın qapısının ağzını açırlar bu söhbətlərlə. Sən bacararsan. Və uğur hekayələri danışırlar adamlara. 15.600 dəfə birini atqaz elədilər, rədd elədilər. Ondan sonra o 15.601-ci dəfədə buna qalib gəldi. Bu axmaqlıqdır. Tale ilə boğuşmaq, taleyin əleyhinə getmək. Bu Allahsız dünya görüşünün ifadəsidir. Mən demirəm ki, Allahla vuruşanlar, yəni Allahın yanında olaraq vuruşanlar, çabalayanlar həyatında, onlar heç ekstra səy göstərməyiblər, göstəriblər. İslam tarixi buna canlı sübutdur, məsələn. Amma o insanlar həmişə Allahla bağları əsas götürürlər. Tale ilə döyüşmürlər. Taleyin hökmünə boyun əyərək döyüşürlər. Döyüş sizin alnınıza yazıldı deyiləndə onlar döyüşüblər. Qaçılmazlığını dərk eləyəndə döyüşüblər. Amma burada sanki bir sənə düşmən olan bir tanrı var. O sənə nəyisə vermir. Sən ondan zorla qoparmağa çalışırsan. Bu psixologiyanın üzərində qururlar hər şeyi. Allah sizə Quranda deyir, mən sizə bir şey verməsəm, bütün dünya tökülüb gələ onu sizə verməz. Mən sizə bir şey versəm, bütün dünya əngəl olmağa çalışa, olmayacaq. Mən verəcəm onu sizə yenə də. Bu mənim məsələn Quranda ən çox sakitləşdirən ayədir. Fərahlıq verir. Mən arzularımı onda bastırdım. Təbii ki, bir şeylər istəyə bilərəm. Amma istəməkdə də çox israrlı olmaq lazımdır. Allah da bunu istəyirmi sənin üçün? Bir uşaq təsəvvürləyin.
Ata-anası ona nə lazımdırsa ona verir. Hə. O isə məsələn qənd qabıdadır. Diqqəti ki, oradakı qəndləri götürsün, yesin. O qəndlər onun üçün zərərlidir. O səy göstərə bilər, 2 dənə tabletkanı üst-üstə qoyub qalxıb çıxıb onu götürə bilər, yıxıla bilər. Lazımdırmı bu onun üçün? Onu yuxarı qoyublar demək zənnik deyil. Müşfiq bir dənə sözünüzü kəsəcəm. Mənə biraz çətindir bu danışıqda sözünüzü kəsmək. Amma ki, yenə də bir şey qeyd eləmək istəyirəm. Bayaq dediniz o motivasiya dolu çağırışlar və yaxud da həmin o dediyiniz o uşağı, o həmin qənd maralı. Bir də bir kitab oxumuşdum. Bayaq Nihat'a onu danışırdım. Deməli bir mətbəə işçisidir, kasıbdır, yəni kvartirant qalır belə deyək. Yəni kasıbçılıqla bir uşağı var, bir həyat yoldaşı var. Həmişə arzusu pul olub. Yəni çoxlu pulum olsun. Bir gün düzdür, bir karikatur hətta belə deyək, kitabda burada prosta nəyə ima eləyir? Bir gün $1 milyon yerdən tapır, bir çamadan tapır, onun içində $1 milyon. O $1 milyon sadəcə bir dəfə ağzını açıb baxa bilir və onun o vahiməsi, onun o qorxusu, onun bütün həyatını dəyişir. Ondan $1 belə xərcləyə bilmir. Amma başına gəlməyən bir şey qalmır. Həmin o $1 milyon üstündən qurduğu xəyallar. Yoldaşı da hətta bundan narazılıq eləsə belə ki, bunun yəni kasıbçılıqdan, belə şeylərdən. Amma $1 milyon ondan sonra bir qəpik də xərcləyəmir və onun o atmosferi onları yəni boğur, hə. Yoldaşı da ayrılır, yoldaşı da gedir xəyanət edir hətta buna. Çox belə qarışıq bir momentlər yaranmışdı orada. Yəni insan bilməlidir nəyi arzulasın, bəlkə onu demək istəyir. Çünki Allah onun üçün nə verirsə, nəyi layiq bilirsə, Allah sənin ruhun keçmişini də bilir də. Bilir ki, sənin ruhuna nə lazımdır. Hə, məsələn, sənə böyük pullarla ünsiyyətdə olmaq lazım deyil. Sən onu arzulama da. Məsələn, Konfutsi deyir ki, mən başa düşdüm ki, göylər mənim zəngin olmağımı istəmir və özümü elmə əsir elədim. Bu, balaca bir remarkadır, amma burada o qədər dərinlik var ki, hər bir insan başa düşməlidir ki, göy ondan nə istəyir? Tanrı ondan nə istəyir və həyatını da ona uyğun qurmalıdır. Və qərb aşılayır insanlara ki, arzuluyun, sonra bacararsınız. Şərq deyir, görsən ki, bacarırsan, arzula. Çörəyi ver çörəkçiyə, birin də üstəlik. Əgər sən çörəkçi oldunsa, hə, bu işi arzula. Yox, əgər bu səndə hələ yoxdursa, onu arzulama. Bilirsiniz, nə baş verir? İstedadsız adamlardır. Məsələn, ağlına soxur ki, alim olsun. Çünki alimlik adı prestijlidir. Gedir alim olur. Adam elmi qısqanır o adamlara. Gəncliyimdə də qısqanmışam, indi də qısqanıram elə adamlar görəndə. Sənin malın deyil bu. Niyə gəlib bulaşırsan bu işə? Amma istəyir. Çünki qərb fəlsəfəsi də bunu aşılayıb. Heç kim mənə yox deyə bilməz, mən bacararam. Sonra gedir diplom da alır, deyir, gördün, mən bunu bacardım. Bilməm, heç nə. Asif Atanın bir sözü vardı. Deyir, köhnə deyir, basketbolçu Moskvada alim olub gəlmişdi. Diplomunu mənə göstərəndə dedim ki, sən sübut elədin ki, hətta axmaq adam belə alim ola bilər. Sən nəyi sübut edirsən ki? Ona görə də bu arzularla xəstələndirmək, insan özünü tədqiq eləməlidir ilk öncə. Özünü anlamalıdır. Mən kiməm, nəyəm, nə üçün yaranmışam? Baxın, yer üzündə quşlar da çox fərqlidir, heyvanlar da çox fərqlidir. Hər quşun, hər heyvanın da öz təyinatı var. İnsanlar da çox çeşidli təyinatlardadılar. Biri qağayıdır, o birisi sərçədir. Biri hətta qarğadır. Hamı qartal olmaz. İndi hamı qartal olmaq eşqinə düşsə, bu necə bir bəla olacaq? Sərçənin həyatı məhv olacaq. Qarğa zalımın zalımı olacaq qartal ola bilmədiyi üçün. Qağayı məhv olacaq. Göyərçin xoşbaxtlığını itirəcək. İnsanlar fərqlidirlər. Fərqli missiyalar üçün doğulurlar. İnsan o zaman xoşbaxt olur ki, öz missiyasını dərk edib, Allahın onun üçün nəzərdə tutduğu rolu oynayır. Xidmətdədir bu həyatın mənası. Bunu da mən Konfutsiyadan öyrəndim. Və öz yerini tap, özünü dərk elə. Özünü dərk etmədən arzular arzulamağa girişərsən, özünü bədbaxt eləyərsən. Ki, bunu da bizə təlqin eləyirlər. Cavabınız çox dolğun oldu. Belə bəzi suallarım belə sıradan çıxdı demək olar ki. Amma
belə bir şey məni maraqlandırır indi ki, mən belə düşünürəm ki, nəsə arzuladıqda bunun qarşılığında imtina edə biləcəyimiz nələrsə olmalıdır da. Məsəl üçün, əgər iş arzulayıramsa, məsəl üçün vaxtımdan imtina eləməli olduğumu bilirəm. Yəni sizcə bu imtinalarımızın hansısa bir sərhəddə olmalıdır? Yəni bunun bir etikası varmı ki, bura qədər imtina fədakarlıq yoxsa demək istəyirsən? Qurban. Bəli. Qurbanlar vermək çox zəruridir. Bizim müdrik babalarımız uşaqlıqda bizə nağıllar danışardılar. Mənim gözüm açılan kimi nağıllar kitablarını oxumağı çox sevirdim. Özdə fərqli xalqların nağıllarını oxuyurdum. O vaxtlar uşaq kitabxanalarında olurdu belə şeylər. Gürcü nağılları, Eston nağılları var idi. Təbriz nağılları, ən çox da Azərbaycan nağıllarını sevirdim. Ona görə yox ki, Azərbaycan, çünki çox dərin olurdular. İndi Azərbaycan nağıllarının da bir çoxsu sırf Azərbaycan nağılları deyildi. Böyük bir müsəlman sivilizasiyasında yaranmış nağılların toplusu idi çox zaman. Və o nağıllarda çox maraqlı hikmətlər var idi. Anlamasam belə birbaş ürəyimə otururdu. Onlardan biri də məsələn Məlik Məmmədin Simurq quşunun üstündə uçması idi. O orada uçanda o quşun üstündə quş deyir ki, Simurq da səadətə aparan quşdur da. Quş deyir ki, qa deyəndə mənə ət verərsən, qu deyəndə su verərsən. O da çoxlu tuluq, ət falan götürüb minib quşun belinə. Yolda ət və su qurtarır. Bu qa deyəndə quş yerə düşməsin deyə kəsir budunun ətini verir. Nəsə quş da onu yemir, nəsə onu indirir. Amma bu da şərtdir ki, sən hədəfivə çatmaq üçün özündən kəsib verməlisən. Boğazından kəsib verməlisən. Belə bir fədakarlıq həqiqətən, belə bir qurbanlarla. Ona görə qurban ideyası əbədi ideyadır və bütün xalqların dini, adətlərində ən əsas ayin kimi olmalıdır. Qurban vermək. Sən bunun üçün nə verə bilərsən? Və kim daha çox bədəl ödəyirsə, sizə sirr açım, o daha çox da mükafat alır. Məsələn, daha bahalı maşın almaq üçün daha çox pul verməlisən, elə deyilmi? Daha da çox da işləməlisən. Daha böyük həqiqətə çatmaq üçün daha çox qurban verməlisən. Və Kəbir var idi, bir Hind şairi idi, müsəlman əsilli Hind şairi. Hindlər də sevirdi onu, müsəlmanlar da sevirdi. Onun bir şeirində var, mən şeir əzbərləməyi bacarmıram. Amma deyir ki, tərəzinin bu tərəfinə başıvı qoymasan, o biri tərəfinə həqiqət qoymayacaqlar. Bütün sir bundadır. Amma hərdən o qədər çətindir ki, düzgün yerə enerjini vermək, düzgün hədəfə enerjini. Mən indi biraz başqa cür yanaşıram özümə ki, səhv eləmək şansını tanıyıram, qoy gedim səhv eləyim, səhv elədikcə öyrəneyim. Bu bəzən hədəfimdə düz seçmədiyim yerlər olub. Amma elə düzgün vurğuladınız. Yəni düzgün yerə, düzgün hədəfə enerjini vermək. Hərdən o qədər enerjim gedib ki, lazımsız yerlərdə. Bilsiz niyə? Depolamışam datadır. Bilmişəm ki, o şeydə var, yəni bu işıq, bu lampa 59 dəfə belə yanmadı, birində yandı. Yəni o yanmadığı yerləri bilmişəm, başa düşmüşəm, amma enerjimiz gedib ona da. Bilsiz nətərdir? Bu dəqiqə ən nadir görünən xüsusiyyət keçmişdə adamların çox dadına çatırdı və bunu deyirdilər. Əgər sizdə ağsaqqal sözünə uymaq, dinləmək kimi gözəl bir keyfiyyət varsa, siz həyatda az enerji xərcləyəcəksiniz. Yox, elə bir hikmətiniz yoxdursa, dikbaşlığınız çoxdursa, sizə dikbaşlıq aşılayıblarsa, o zaman elə öz saysız hesabsız səhvlərinizdən öyrənmək zorundasınız. Adətən adama bir ağsaqqal ya bir müdrik çıxarır Allah qarşısına. Həssaslığınız olmalıdır ki, egonuza yenilməyəsiniz, o adamdan dərsləri ala biləsiniz. O sizin ömrünüzü qabağa atar. Ona görə şərqdə həmişə müəllimə hörmət eləmək çox önəmli bir, ağsaqqala hörmət eləmək çox önəmli bir məqam idi. İndi fikir verirsiniz, ağsaqqallıq kultunu necə dağıdırlar? Dağıdırlar. Məhv edirlər. Gənclərin çoxsunu danışdır. Deyir, bu yaşlı nəsil ölüb qutarmasa biz gün görməyəcəyik. Tezislərinin məcmu budur. Utanmırlar da. Və sizə bir şey deyim, onlar yaşlılığında heç bir hörmət görməyəcəklər heç kəsdən. Onlar ki, bu fikirlərə gəlib çıxıblar, heç vaxt hörmət görməyəcəklər və çox peşman olacaqlar bugünkü düşüncələrinə görə.
ağsaqqaldan bir şeylər öyrənmək olar. Mən məsələn gəncliyimdə 2-3 nəfərə rast gəldim ki, onlar belə mənə qulaq asdılar, 20 yaşlarım var idi. Birdən belə qəfil dedilər ki, səndən filosof olacaq. Mən də mühəndislikdə oxuyan adam, bu filosof nə olan şeydir? Niyə bunlar belə dedilər? Çox fərqli adamlar idilər. Biri mühəndis idi, o birisi həkim idi. Amma yaşlı adamlar idilər. Bir də qeyri-millətlər idilər. Ya da deyim, biri erməni idi, biri rus idi. Və bu iki adamın bir il ərzində bunu mənə söyləməsi mənə düşündürdü. Bir dəstək oldu. Yəni çox variantlar vardı qarşımda ki, mən nə olmaq istəyirəm. Bu ikisinin üst-üstə gəlməsi məni düşündürdü. Filosof nədir? Getdim kitablardan baxdım ki, filosof nə deyən şeydir ki, bunlar nə işlə məşğul olurlar ki, niyə məni buna oxşatdılar? 21-22 yaşlarım var idi, 20 yaşım var idi hətta birinci ilə rastlaşanda. Sonra da daha bir-iki nəfər və bu möhkəmləndi. Mənim ömrümdə başqasının rolu çox olubdu. Hər bir adamın da ömründə başqasının rolu çox olur. Amma kaş ki mən az dikbaşı olaydım. Mən çox dikbaşı idim. Biz Sovet tərbiyəsi görən uşaqlar üsyankar və dikbaşlıq öyrədirdilər bizə. Üsyankarlıq və dikbaşlıq Marksizmin verdiyi ən təhlükəli bir şeydir. Amma yenə buna rəğmən bəzi şeylər götürə bildim müəllimlərimdən, ağsaqqallardan. İndi yaşlanmışam. Ən yaxşı öyrənmək halına indi gəlmişəm. İndi o böyük adamların sözlərinə çox həssasla qulaq asıram. İndi adamlar var da 70 yaşlarında olublar. Onların kitabları qalıb. İndi də sağ olanlar var. Onlara çox diqqət edirəm çünki mənim ehtiyacım var olan sözlərinə. Bəsirəti olan adamlardan məsləhətlər alanda gənclər, onda onlar öz səhvləri üzərində öyrənmək zərurətindən qismən qurtulmuş olurlar. İnsanın öz səhvlərinin təcrübəsi də bahalıdır, amma daima səhv eləyən özünü məhv eləyir, xərcləyir. Bir moment var, mən indi öz işdə komandamızla olan bir momenti deyəcəm. O qədər o çətin prosesdir ki, məsəl üçün deyirəm ki, bunu belə eləyəm, mən burada səhv eləmişəm, amma da onu açıqlamıram da. Və bəzi momentlərdə səhv eləmişəm. Gəl bunu sən belə elə. Sən də axı belə eləmisən. Bu moment var. Yəni bizim həmişə atamıza qarşı da üsyanımız olub. Sən özün də bunu belə eləmisən. Bu momentlər var. Hansı ki siz demişdiniz, yəni ağsaqqala qulaq asın. Bu bunu eləyib də o bundan nəticə çıxardı və o nəticəni mənə verir. Biraz o çətindir o şeydə də. Mən düzdür, yaşım çox deyil, 33 yaşım var, amma mən də qarşılaşıram biraz özümdən balaca yaşlı adamlarla ki, deyir yox, sən özün bunu belə getmisən də, mən də belə eləyəcəm. Elə. Yəni o adama da mərhəmətlə demək lazımdır. Elə. Özümüz də elə olmuşuq. Düzdür, mən heç vaxt evdəkilərə qarşı bir üsyanım olmayıb, heç vaxt ki, yəni mən axına qarşı gedəcəm, siz belə deyir, elə bir şeyim olub, ki, necə onların xəttinə dəyməmək şərti ilə özüm öz işimi eləmişim, görmüşəm, yox, burada yıxıldım. Həmişə demişəm, öz ağlımdan yıxılacam, amma yıxıldığım yerlərim olub, dilimə gətirməmişəm. Amma elə yerlərim də olub ki, sən özün axı bunu eləmişsən, valideynimə demişəm məsəl üçün də. Yapacaq bir şey yoxdur. İnsan özgəsinin təcrübəsindən bəhrələnsəydi nə vardı ki? O öz axmaqlığını tam tədqiq eləmək istəyir. Axıra kimi. Reallıqdan biraz siz həqiqət deyirsiniz. Dediyiniz o qərb fəlsəfəsinin çatdırdığı budur ki, yəni bunun adını məncə belə qoya bilərik ki, biz reallığa təsir eləyə bilirik. Reallıq əksi bir şey yoxdur da, yəni reallıq bizə təsir etmir. Məsəl üçün Sir kitabı var. Bilməm, izləşmisiniz yoxsa yox. Kitabın ümumi məğzi ondan ibarətdir ki, biz sadəcə arzuluyuruq və arzuladığımız reallığı formalaşdırır. Arzularımız. Mən bu barədə sualı belə formalaşdırım. Sizcə reallıq bizə təsir edən bir məfhumdur, yoxsa biz sadəcə düşüncələrimizlə reallığa təsir edirik? Yəni hansı daha önəmlidir? Şərq fəlsəfəsinin və bütün müqəddəs kitablarının verdiyi baxış açısı budur ki, siz bir şeylər arzulayanda Allah onu qarşınıza çıxarır ki, baxasan ki, bu şeydə heç nə yoxdur. Neynəsin? Axmaq da adam. İsrarla bunu arzuluyur. Məsələn, elə adam mən görmüşəm ki, israrla var-dövlət arzuluyubdur. Allah ömrü boyu ona verməyibdir.
Sonra o qədər başqa işini arzulamayıb da bu adam. Elm, bilgi, heç nə. Xeyirxahlıq, ancaq para arzulayıb Allahdan. Tək bir şey arzulayıb. Səhər, axşam. Axır Allah verdi ona. Uzaqdan tanıdığım bir adamdır. Aldı özünə maşın, ev, eşik. Sonra da başladı narkotik almağa. 6 ay içində məhv elədi özünü. Boşluq. Sanki Allah deyir ki, yaxşı al. Mən ona görə vermirdim bunu sənə. Amma sən çox israr etdin. Başa düşürsünüz? Yəni bizim arzularımız, o həyat koçları var, deyir ki, arzularınızla siz arzulayın. Yox, bir baxmaq lazımdır ki, bu gerçəkliyin arxasında duran Allah nə istəyir? Allah deyir, mən sizin arzularınızı eşidirəm, amma istəyirəm siz mənim də nə arzuladığımı eşidəsiniz. Quranda. Mən sizdən nə istəyirəm? Mən sizi nə üçün yaratmışam? Siz burada nə üçün mövcudsuz yer üzündə? Missiyanız nədən ibarətdir? Nə etməlisiniz öz həyatınızla? Siz mənə sarı gəlməlisiniz. Deyim cavabı, çünki bu sualları qoyandan sonra kimsə indi deyəcək cavab neymiş? Sizin həyatınızın canı, məğzi Allaha sarı getməkdir. Hər cür üslubla, hər cür yolla. Amma siz başqa şeylər arzulayırsınız. Bu mənada bizim arzularımız və bizim ən çox da təkcə arzularımız yox. Bizim etdiklərimiz, bizim gələcəyimizi dizayn edir. Məsələn, bugün gəlib çıxdığımız məqam, bir təxmini deyirəm də, 5-6 il əvvəl nəyin üzərində işləmişiksə, onun nəticəsidir. Düşüncələrimiz, arzularımız, sözlərimiz və əməllərimizin nəticəsidir. Allah bu həyatı bizim üçün dizayn edib, çünki biz buna doğru gəlmişik və buna da layiq olmuşuq, aşağı yuxarı. İndi onu bizə göstərir. Baxım görüm özünüzü necə aparacaqsınız. Bugün düşündükləriniz, etdikləriniz, dedikləriniz sizin gələcək həyatınızı dizayn edir. Başa düşürsünüz? Və həyatı dizayn eləməkdə ən önəmli şey də nədir ki, Quranın hər səhifəsində bu deyilir. Bhagavad Gita'da da deyilir, Dhammapada'da da deyilir, İncildə də deyilir. Həyatı dizayn eləməyin əsas işi, əsas məqamı arzular deyil, xeyr əməllərdir. Tam yanlış deyirlər o həyat koçları. Arzulayın. Hələ sən arzulayarsan, Allah başıma daş salar o arzu ilə. Arzuyu yerinə yetirər. O sənə xeyirli olmayacaq bir arzu, Allahın mərhəməti nə qədər də böyük olsa, sonda deyəcək ki, bunun başqa müalicəsi yoxdur. Allah. Al, sox gözlə. O mənada. Verər. Amma həyatı yaxşılığa doğru dəyişmək. Ki biz Fatihə surəsində müsəlmanlar deyirik ki, bəs bizi nemət verdiklərindən elə qəzəbə düçar olanlardır. Bu da arzudur. Fatihə surəsi arzudur. Amma bizi nemət verilənlərdən elə deyirik. Həqiqi nemət verilənlərdən deyirsən sən, Allah deyir. Onda yaxşılıq elə. Hər gün yaxşılıq elə. Bu, dünyanın ən sirli bir formulasıdır. Yaxşılıq eləmək. Yaxşılıq eləyirsən, həm keçmişə təsirin var. Keçmişdəki günahları təmizləyirsən. Həm bugünün fərahlanır. Gələcəyin də işıqlı olur. Bax, həyatı dizayn eləmə vasitəsi xeyr əməllərdir, arzular yox. O koçlara inanmayın. Onlar cəhənnəmə səsləyirlər. Bilmədiklərindən danışırlar. Biraz bu danışdıqlarınız sizə cahil sualı kimi qalır. Deməli, bu dediyiniz, daha doğrusu verdiyim sualda ki, bu arzulamaq məsələsində Qərbin iddiası odur ki, arzuladığına inanırsansa, bu reallaşacaq. Bunun mən biraz dinlə uzlaşan tərəfini onda görürəm ki, əgər mən Allaha inanıramsa və inancım tamdırsa, məsəl üçün arzu etdiyim şey, o rahatçılığım ki, onsuz da mən Allahdan istəmişəm, bu olacaq. Biraz din bizi buna təsvir axı ki, yəni arxayın ol. Arxayın olsan, yəni arxalansan o zaman olacaq da. Yəni sən ən böyük yaradana arxalanırsansa, o zaman sənin arzuların reallaşa bilər. Buradan belə bir
cahillik altında gizlənərək bu sual verim. Buradan belə bir şey çıxırmı ki, bizim inanılması çətin olan din əslində bizim inanılması çətin olan arzularımızın inandırıcı göstərmək üçün bir məkandır, belə deyək ki, mənim onun altında artıq inanılası şey deyil bu. İstəniləsi bir şey deyil. Bunu istəmək üçün, buna istəyib inanmaq üçün bir dənə yol var, din. Hansısa bir möcüzə. Yəni din bu vasitədirmi ümumiyyətlə insan həyatında, yoxsa doğrudan da bundan da o tərəfə ali bilmirəm. Din elə bir vasitə deyil. Din sadəcə olaraq insana deməkdir ki, biz sizi yaratdıq və sizə biganə də deyilik. İsa Peyğəmbər deyirdi ki, o bizim atamız kimidir. Ata əlbəttə ki, hər şeyi nəzərə alır. Çox həyəcan yapırsınız. Çox narahatsınız, ruzi hardan gələcək. Evladlarınızı belə öldürürsünüz. Ruzisizliyin qorxusundan. Çox həyəcan yapırsınız. İsa Peyğəmbər deyirdi, baxın çöldəki çiçəklərə. Süleymandan daha gözəl geyiniblər. Allah onları geyindirir eləcə. Quşlara baxın, azuqə toplamırlar. Amma həmişə yeməkləri var. Quranda da buna aid ayələr var. Deyir ki, evindən bayıra çıxmayan heyvanları belə biz yedizdiririk. Biz çox narahatıq. Elə bilirik ki, bura düşmüşük, tam tənhayıq. Biz tənha deyilik, bizim başımızın üstündə Allah var. Bizi güdən, bizi aparan, bizim cahil və kal ruhlarımızı yetkinliyə doğru aparan Allah var başımız üstündə. Bütün şərq müdriklüyü bunu deyir bizə. Və din də səni sakitləşdirmək üçündür. Tərbiyəli, uslu çocuq eləmək üçündür. Ki, çox xuliqanlıq eləməklə. Elə bilmə nəzarətsizsən. Etdiyin xardal toxumu boyda pisliyin cavabını verməli olacaqsan. Balaca bir kobudluğun belə cavabını verməli olacaqsan. Amma eyni zamanda etdiyin balaca bir xeyrin belə, yaxşılığın belə qarşılığını görəcəksən. Hətta biraz daha artıq. Çünki Allah dəstəkləmək istəyəcək səni bu yolda. Amma sən birinci uğurda Allahı unudursan. Elə bilirsən özün nail oldun ona. Qərb hekayələrinin bir çoxusu da mən buna nail oldum, mən buna nail. Sən necə nail ola bilərsən ona? Uşaqlara axmaq-axmaq şeylər aşılayırlar. Mən nail oldum, girdim instituta falan bir şey. Bala sən oxudun, düzdür. Amma evin internetin pulunu kim verirdi? Evin suyunun pulunu kim verirdi? Buzdolabını kim doldururdu? Ayaqqabı kim alırdı sənə məktəbə getmək üçün? Sən valideyn nəvi görmürsən. Sənə o iti zəkanı kim vermişdi? Allah. Sənə o gözləri kim vermişdi? Tərbiyən olsun. Bir balaca uğur qazanmısan, o qarilla kimi sinəvə döyə-döyə durmusan. Ayıb deyilmi? Yəni doğru olmayan əxlaq, davranış, həqiqətin tamamən saya salınmamasından irəli gəlir. Ona görə insan ağlını işlətməlidir ki, və onun yanında ağsaqqallar da ona bunu göstərməlidir ki, insan başına böyük zülüm açmasın. Bu dünyanın ən böyük illüziyası odur ki, bizə elə gəlir ki, biz burada başlı başınayıq. Nə istəsə eləyə bilərik. Nə istəsən eləyə bilməzsən. Heç kim bu dünyada nə istəsə eləyə bilməz. Və bu gözəldir. Biz niyə çox şey eləyirlər belə, PR eləyirlər o cümləni? Hərənin öz səhvi var, hərənin öz düzü var. Yəni hərə düz, yəni mənə görə düz birdir də, məsəl üçün bu şeyin cavabı budur, məsəl. Yox, indi şey eləyirlər ki, məsəl hərənin öz düzü var. Sənə görə düz olan mənə görə səhvdir. Həqiqətin nisbiliyi söhbəti. Bəli, yəni sənə görə düz olan mənə görə. O dəfə bir söhbət oldu. Mən həmin adamı qınamıram. Sadəcə prosta söhbət edirdi ki, məsəl üçün mən atamdan hər hansı bir qayğı görməmişəm, belə eləməmişəm, bu qayğını mənə verməyib. Mən indi narazılığını bildirir, biraz da daha coşub belə. Axırda qayıtdım ki, bax, indi eyni statusdayıq, eyni yerdəyik. Gəlib çıxmışıq bura kimi. Təşəkkür borcumuz olmalıdır. Çünki bizim evdən çox loru dilə deyəcəm. Yəni ət əksik olmuyor. Universitetə pulumuz olub, gedib gəlmişik. Bunların hamısının fonunda bir dəfə çönüb təşəkkür bildirmirsən ki, o da qayğı versin, yoxsa yox? Vermirlər.
Valideynlərini görmürlər uşaqlar. Valideynini görmürsə, Allahı heç görmür. Yəni dilimə gətirməyə bilərəm, amma mən onu başa düşürəm ki, mən bunların hamısını Gətirin. sonu. Dilinizə də gətirin. Bəli, o heç. Məsələn, bu da bir ayrı bir Azərbaycanlı xəstəliyidir ki, deyir ki, mən sevirəm, amma mən bunu sözü demək istəmirəm. Yox, əzizim, ağlından keçirəcəksən, Deməli. ağlıva nəzarət edəcəksən. Ağlında pis fikirlər gələndə Allaha sığınacaqsan, Allaha. Ola bilər ağlıva kontrolsüz fikirlər də gəlsin. Əgər uzun müddət kontroldan kənarda böyümüsənsə, sənin ağlıva hər bir giş fikir gələ bilər. Allaha sığınacaqsan. Allahın kitabını oxuyacaqsan və yaxşı sözləri dilə gətirəcəksən. Yaxşı sözlər deyəcəksən, sonra da yaxşı əməlləri deyəcəksən. Valideynə sağ ol deməyin yolları var. Sağ ol deyirsən, qayğı göstərsən ona, bir şeylər hədiyyə eləyirsən, bilmirəm. Təqdimatı həmin özündə. Bu Allahın çox xoşuna gəlir. Mən bunu bilmirdim. Mən bunu uzun müddət anlamamışam. Adamlar soruşa bilər ki, sən özün buna necə gəldin, çatdın? Öz axmaqlığımdan gəldim, çatdım. Bu qədim bir elmdir. Bizdən əvvəlki nəsillər bunu yaxşı bilirlər. Biz 20-ci əsrdə böyüyənlər, biz bunu unutduq. İndi 21-ci əsrdir. İndikilər heç bilmir. Deyilə bilirlər ki, bu qədimlərin nağıllarıdır. Yox. Valideynləri razı salmaq yoludur. Allaha yaxınlaşmaq yolu. Valideyn zalım ola bilər. Valideyn yanlış da ola bilər. Allah bilir sənə necə valideyn verib. Demək sənin işin biraz da çətindir. Valideyn yanlış bir şeylərə səni çağıranda getmə. Gülümsə. Amma acı sözlərlə cavab vermə. Qayğıvı da əksik eləmə. Valideynlə münasibət bu cür olmalıdır. Mən belə bir sual verim. Buyurun. İstəməsəz kəsə bilərik bu yerində. Din məsələsində bunu tam səmimi verirəm. İnanc məsələsində adam gəlir hansısa bir yerə kimi çatır. Sonra görürsən ki, bunun bir neçə addım da atsam, kimsə istifadə edəcək məndən və yaxud mənim kimilərdən. Yəni dinin hansısa bir vasitə kimi istifadə olunduğunu açıq-aydın müşahidə edirik bəzi yerlərdə. İstər bəzi dövlətlərin idarə etmə şəklində, istər nə bilim hansısa bir digər kiçik təşkilatlanmaların idarə etmə şəklində görürsən ki, bu din idarə etmə sistemi kimi istifadə olunur. Mənim inancım onda deyil ki, bu sadəcə bir konstitusiyadır. Mən inanıram, yəni inanclı insanam, amma burada artıq adam qalır ki, belə İslammı, digər dinmi, İslamdırsa şiəlikmi, sünnilikmi və yaxud digərlərimi. Burada seçimi yaxşı necə eləyək ki, düz olaq, düzgün yeri gedək, səhv eləməyək. Bir həyat yaşayırıq, onda səhv yola verməyək. Mən onun tərəfdarıyam ki, xilas çox yaxında olur. Məsələn, uşaq dünyaya gələn kimi yeriyə bilmir ki, o elə o başını hərrədir bura, anasının döşü yanında olacaq. Quranda bunun ayəsi də var. Biz uşağı dünyaya gətirməmişdən əvvəl onun südünü hazırlayırıq. Və o təxminən yanında olur. Həqiqət bu torpaqlarda var. Hansı ailədə doğulmusansa, o ailədə sənin yolun var artıq. Məsələn, şiəsənsə, şiə olginan. Heç bir orada problem yoxdur. Sünni ailəsində doğulmusansa, sünni olginan. Xristiyan ailəsində doğulmusansa, xristiyan olginan. Buddist ailədə doğulmusansa, buddist olginan. Mən dinlərin hamısını oxumuşam. Böyük dinlərin. Hamısı eyni şeydən danışır onsuz da. Ona görə də heç bir problem yoxdur. Sən hardan Allaha yol tapacaqsın. Çox fərqli yollar var. Quranda deyir ki, ağ, qara, qonur, qırmızı. O yollar Allaha doğru gedən yolların işarətidir. Və istəyən Allaha bir yol tapa bilər. İsa Peyğəmbər isə deyirdi ki, Allaha doğru gedən yollar saysız hesabsızdır. O tək deyil ki, qədim dünyada, Avropada belə bir söz vardı. Bütün yollar Romaya gedir.
Çünki Avropada ümumiyyətlə yol çəkən Romalılar olub da, bilirsiniz. İmperiyaların hər yerinə qədər yol çəkirlər. Çox da gözəl yollar çəkirlər. Hələ də qalmış hissələr var. İndi asfalt görürsən ki, 5 ildən sonra qalxır, adamın üzünə durur. Amma o dövrün yollarını çox keyfiyyətlə çəkirdilər və söz var idi ki, bütün yollar Romaya aparırdı. Oradan da vergiləri aparmaq üçün idi o yollar. Və bütün yollar Allaha aparır. Heç narahat olmayın. Və əgər siz həqiqətən ürəyinizlə gedirsinizsə bu yolu, ayaqlarınızla yox deyəcək. Ürəyinizlə gedirsinizsə, Allah sizi azmağa qoymaz, əməllərinizin də azmasına imkan verməz. O sizi yönəldəcək, yönəldən var sizi. Hə, sizlə manipulyasiya eləyəcəklərsə, demək siz manipulyasiya olunmağı haqq etmisiniz. Hardasa bir səhv eləmisiniz, orada onu yanmalısınız, o acını yaşamalısınız. Amma ürəklə gedirsinizsə, səmimiyyət qatmısınızsa ora, o sizi doğru yola aparacaq, o sizi incitməyə qoymaz. Çox sağ olun. Mənim üçün belə deyim də, yəni tam bir cavabdır əslində. Bəs şeyə necə baxırsınız? Məsəl üçün insanın özünün öz həqiqətini axtarmağı, yəni yenə də cahilliyə sığınaq. Kitabsız, sadəcə öz praktikam və yaxud digər eşitdiklərim. Yəni kitabdan ehtiyat etmək şərti ilə. Okey. Yoxlayın, onu da yoxlayın. Mən elə yoxladım onu ömrü boyu. Harısı 40 yaşıma kimi mən elə onu yoxladım. Özüm bir şey tapacağım. Analiz edəcəm. Sonra 40 yaşına kimi gələndə çıxdı ki, xeyr ola sən öyrənməyəsən. Bütün yolları yoxladın, bir şey çıxmadı. İndi də bu yolu yoxla da. İndi də sənə tamamən cahil görünən yolu yoxla. Cahillərin yolu, bəsitlərin yolu kimi gördüyün yolu da yoxla. Otur dizviqatda, oxu o kitabları. Nə olar ki? Bütün o yolları yoxladın da. Sonunda bu da var. Amma özün axtaracaqsansa, burada bir fəlakət var. O fəlakət də egodur. Niyə başqasından öyrənməyəsən ki? Nə olub ki? Məsələn, bir su içmək istəyirsənsə, əyiləcəksən. Bulağa əyiləcəksən. Bu qaydadır. Çörək yemək istəyirsənsə, belvi qatlayıb, taxılıb içəcəksən, üyüdəcəksən, iş görəcəksən. Hazır yemək olmur. Yeməklə hamısını hazırlayır insan. Hətta meyvələr belə insan əkməlidir, baxmalıdır öncə. Sən niyə əyilməyəsən ki, başqasının yanında, başqasının təcrübəsindən öyrənməyəsən ki, bu sənə niyə bu qədər ağır olsun ki? Sən özəlsən, sən egolusan, sən özün tapacaqsan yolu. Okey. Olur bəzən, məsələn, heç kimdən yol soruşmursan, gedirsən, azırsan, qalırsan, sonra axır zəng eləyirsən. Dosta zəng eləyirsən ki, qalmışam burada, tapa bilmirəm yolu. Vaqif Səmədoğlu'nun şeiri vardı ki, mən buradayam Allahım. Elə bir ki, sonunda zəng eləyir Allaha ki, unudarsan birdən məni, mən buradayam. Belə bir şeydir, yəni. Özün gedə bilərsən bəlkə də o yolu, amma məsələn, İbrahim kimi olsan, çox səmimi olsan, İbrahim özü getdi Allaha sarı. Heç bir din yox idi. Və öyrəndi, səhvlər üzərində öyrənirdi, amma çox səmimi idi və biliyi yolunda qurban verməkdən də çəkinmirdi. O bilirdi ki, onu öldürə bilərlər, o bütləri dağıtdı. Doğru bir hərəkət deyildi bəlkə də, yəni girəsən cəmaatın məbədində bütlərini dağıdasan, məsələn, indi kim elə bir şey eləsə, ona bir iş kəsilər də, deyilmi? Ki, sən mülkiyyətini dağıtmısan insanların. Amma bu gənc oğlan idi bunu eləyəndə. Və insan anlamaq istəyirdi. Siz deyirsiniz ki, bunlar tanrıdırlar, bunlar özlərini müdafiə edə bilmirlər. O yekəsi deyir, dağıdıb bunları. Görürsünüz, balta ondadır. Hətta lağ eləyir. Çünki adam israrla bir şey anlamaq istəyirdi. Sonra məsələn deyir, aydır mənim Allahım. Sonra deyir, günəşdir mənim. Bu işarə, mən elə bilirəm ki, bu adam fərqli-fərqli sektalarda illərlə vaxt keçiribdi. Onları öyrənib, sonra görüb, yox, bunlar Allah deyil. Və
xeyir əməlləri ilə, doğru qəlbi ilə, səmimiyyəti ilə haqq eləyib o yolu. Təxminən o cürdə Musa tapdı həqiqəti. Məsələn, o da səhraya getdi. Düzdür, o da bir peyğəmbər yanına gedib düşdü, Şüeybin ailəsinə və orada da öyrəndi. Amma hər halda o da öyrənə-öyrənə getdi. Öyrənə-öyrənə getdi və çox səmimi olarsa insan, xeyirxah olarsa, təvazökar olarsa, egosuz olarsa o bu yolu çatacaq. Amma egosuz olarsansa elə sənə birisi də verəcək də o həqiqəti. Niyə götürməyəsən ki? Mütləq birisi sənə bir şey deyir. Ümumiyyətcə bu ego, mən özümə belə primitiv sual da olsa, ego ümumiyyətcə belə insana xas olan sifətlərdən biridir. Bu yaxşıdır yoxsa pisdir? Pismiş. Mən ancaq pis nümunələrdən bir egosuna görə belə oldu, egosuna görə belə oldu. Yəni heç o yaxşı, düzgün yerdə istifadə edəcəyimiz bir yer olmamalıdır, elə başa düşdüm cavabda. Ego elə bir qorxudan irəli gəlir ki, mən özümü qorumasam, mənim şəxsiyyətim düşəcək yerə. Həqiqi xarizmatik adamlar isə bilirlər ki, onları alçaltmaq mümkün deyil. Onların dəyəri var. Görmür heç nə. Ki, lap onu belə çox alçaltmaq olar, neynəmək olar, çarmıxa çəkmək olar. İsa Peyğəmbəri çarmıxa çəkdilər, o alçaltma vasitəsi idi. Oğruları, quldurları çarmıxa çəkirdilər, qladiatorları çarmıxa. Bu Romanın böyük cinayətkarlara elədiyi bir cəza üsulu idi. Amma nə baş verdi? Xaç müqəddəsləşdi. Başa düşürsünüz? Təqib eləyirlər, təhqir eləyirlər. Adam, məsələn, Məkkədən müsəlmanları qovdular. Rüsvayçılıqdır bu. Məkkənin ən hörmətli ailələri idi. Peyğəmbər qarşı hamısını qovdular. Mülklərini aldılar əlindən. Ailələr parçalandı. Dağ çəkdilər ürəklərinə. Ki, bax, sizin ona görə oldu ki, siz Məhəmmədin arxasıca getdiniz. Bunu ona görə elədik. Siz bizim dinimizə arxa çevirdiniz. Rüsva elədilər onları bir növ. Amma Allah onların izzətini qorudu, daha da şərəfləndirdi. Və bu da bir həqiqətdir ki, sən çox dəyərlisən. Olar ki, bizim ağlımız həyəcanlanır falan, biz narahat oluruq. Mənə də bu xasdır, məsələn. Nataraz bir yerdə tutulanda ola bilər ki, özümü təhqir olmuş hiss eləyə bilərəm. Amma biraz keçər özümə gələn kimi başa düşərəm ki, boş şeydir. Bizim qiymətimizi Allah ürəyimizə damğa kimi basıbdır. O möhür bizi dəyərli eləyibdir, Allahın möhürü ürəyimizdə. Onu qiymətdən salmaq mümkün deyil. Biz çox dəyərliyik, biz insanlar. Biraz deyə standartlaşdırırlar. Bir şey adama deyə öyrəşdirərlər. İnsanlar indi bəzən o bayaq dizə bu səhv bir sifətdir də, yəni insan üçün. Görürsən, fəxr kimidirlər ki, mən ego olayam, mən narsistəm, mən beləyəm. Yəni bunu bir ola ki, mən utana deyim ki, biraz ego olayam bu momentdə. O ayrı bir şey. Bir də ki, mən ego olayam burada. Sən mənə görə və yaxud narsistəm burada və ya hansısa münasibətdə. O şeir var idi, qəşəng mahnıda deyir, vüqarı nə edirsən, sənin vüqarın mənəm. Bu mənada bütün insanların vüqarı Allahdır. Bizi bir vüqarda ancaq qaçmaq vaxtımız, narahat olmaq vaxtımız deyil. Olur, eləyirik biz bunu, amma bunun narahatlığından azad olanda daha qürurlu oluruq. Daha böyük oluruq. Həqiqi mənada. Ona görə egoist adam özünə hörməti quldurcasına zorla insanlardan tələb eləyən adamdır. Ağır bir insandır. Mən egoist adamlarla ünsiyyətdən sonra çox yoruluram. Çox yoruluram. Elə bir başımda oturur. Nə qədər o adamla ünsiyyətdə oluramsa, bir o qədər dəqiqələri onun başımda oturur. Saxlaya bilmirəm onu başımda. Mən narahatdır, sevgisizlik şey var. El istəyir ki, sən də onu zorla sevəsən.
Amma bir də bir şey də deyim, tam əksini deyəcəm. Aha. Bir də adamlar var, biraz özündən çox belə narazı, tam belə özünə Əksiklik. belə də fərqində o da deyil. onun o bir tərəfi. Onlar da fərqində deyil. Təbii. Yəni, O da onun əks tərəfidir. yəni bir şeyi bacarır, amma görsən qorxa-qorxa, inamsız. Sizə bir şey söyləyim. O eqolu adamların yaşadan da o əksiklərdir. Həmişə eqolu adamın yanında bir əksik adam görərsiniz. O onunla dostluq eləyir, onun əksikliyini bəsləyir. Bu da bunun artıqlığını bəsləyir. Bunların ikisi də yarım adamdılar. Həqiqi adam deyirlər. Məsələn, eqolu adam ləyaqətli bir adamın yanında olanda o özünü narahat hiss edir. Hiss edir bu adam buna bir pis söz demir, yaralamaq istəmir onu. Amma belə susmağından, görmür onu, bir şey danışmamağından o nəsə belə bir şey, mesajlar alır. Ki bu adam nəsə belə çox danışırlar. Eqolu adamlar sənin yanında çox danışırlar. İndi məni dəvət eləmisiniz deyə mən danışıram. Yox, estağfurullah. Mən podkastı aparmalıyam ona görə də. Amma məsələn qohumlarım bilir ki, onlarla ünsiyyətdə mən çox az danışanam. Adətən qohumların arasında onlar danışırlar, mən qulaq asıram. Bizən insanlar elə bir ki, fərqində olmayanda belə də gedirlər. Mən məsəl üçün bir şeyin fərqində olanda mən bilirəm ki, hardayam, yanımdakı kimdir, o danışmasa hansı mesajı verir və yaxud da bir də fərqində olmayan adamlar var, bilmir hansı yerdədir. Deməyim odur ki, o fərqindəliyi olan adamın yanında əksi adam da özünü taras hiss eləmir. Çünki o fərqindəliyi olan adam ona həmişə ləyaqət aşılayır. O şey olan adam da, eqolu adama da ləyaqət aşılayır. Dəstəkləmir onun egosunu. Ən yaxşı halda da görmür onu. O da ona... Çünki o eqolu adam səndən də nökərləmək istəyir mütləq. Münasibətinin, onun quldurluğu oradadır. O səninlə kontakta girir, amma elə bir tonla girir ki, səndən nökər yaratmaq istəyir. Sən də nökər olmursan ona, o belə nataraz olur, hirslənir. Başa düşürsünüz, söhbət şeyini pozur, söhbətin harmoniyası olur. Ona görə ego bir xəstəlikdir. Adamı müalicə eləmək lazımdır. Məsələn, keçmişdə sufilər var idi. Onlar bilirsiniz nə ilə müalicə eləyirdilər. Çox eqolu adam gəlir, amma istəyir həqiqəti dərk eləsin də. Deyir, sənin çarən bir dənədir. Məsələn, sən gərək başı, saqqalı, hamısını qırxdırasan, gedəsən, durasan bazarın ən gür yerində, boynundan bir torba qoz asasan, bir dənə də belə yazı yazasan. Kim mənim peysərimə bir şapalaq vursa, ona bir ovuc qoz verəcəm. Qoy səni çırpsın gəlib gedən, gülsünlər sənə, sən də onlara buna görə qoz ver. Ancaq bu yolla səni egodan təmizləmək olar. Bu çox ağır bir imtahandır. Amma müdrik kişilər bunu deyirdilər. Yalnız bu cür sənin canından bu zibili çıxarmaq olar bəlkə. Bəlkə. Çox kardinal bir şeydir ya. Ya da gedəcəksən, indi bunun izləri də qalıb bəzən. Qapı-qapı düşüb dilənəcəksən, icma üçün pul dilənəcəksən. Xeyr əməllər üçün. O dilənmək, o eqolu adam üçün çox ağır bir imtahandır. İndi düşürlər ki, əhd eləmişdim, 7 qapıya düşəcəm. O bilirsiniz, o keçmiş müəllimlərin dərslərindən qalma qalıntılardır. Dilənçiliklərinə haqq qazandırırlar. Bunu dilənçi üçün demirdilər, eqolu tələbələr üçün deyirdilər. Gedin dilənin. Sonra topladığınız pula gedərsiniz, acdarı doyuzdurarsınız. Gedin, istəyin, sizə həqarətlə baxacaqlar. O sizin dərmanınızdır. Sizə üstdən aşağı baxacaqlar, pulu atacaqlar, qapını da bağlayacaqlar. Əyləcəksiniz, o qəpikləri yığacaqsınız. O sizin egonuzu müalicə edəcək. Biraz türmə anlayışlar. Ego çox iyrənc bir şeydir. Və ondan azad olanda quş kimi uçacaqsınız. Ondan azad olandan sonra, sən böyük elmi öyrənməyə hazırsan. Yoxsa məsələn, biz bu qədər alimlər yetişdiririk, fəlsəfə doktorları, nə bilim, elmlər doktoru, akademik, onda görə bizdə elm çiçəklənəydi. Nə danışırsınız? Elmi dərəcəsi artdıqca adamın egosu artır. Deyirsən, mənim tayım dölsən. Təsəvvürsən. Kafedra müdürüdür, ya bir nədir falan, bu buna mane olur. Lazımsız diskriminasiya. Yaxşı insanlar da çoxdur, şükür Allaha, elmdə. Amma bəzilərinə də bu mane olur. Çünki ego
imkan vermir elm çiçəklənsin. Gərək eqon olmaya. Balans olmalıdır. Bunu müalicə eləyəsən gərək özündə. O da istəyir həqiqəti dərk eləsin, özünü də həsrləyib elmə, amma elmdə çiçəklənmə. Allah bərəkət vermir elminə. Biraz bir şey var. Adam səhv bir şey eləyəndə bəlkə də düzgün nümunə deyil. Məsələn, biz bilirik səhvdir bu, amma bir neçə dəfə bu səhv eləyəndə üz üstə sözüm sırtılı biraz insan. Adicə nümunəsini deyim, nəsə bir səhv hərəkət eləmişəm, mən bunun fərqində olmasam, bunu bir də eləsəm, ki də elə, adicə lap dilənmək və yaxud da hər hansı bir xırda bir şey deyəcəm. O pis bir şey deyil bəlkə də. Adamlar var ki, mən heç vaxt borc götürmürəm. Bir götürür, iki götürür, amma biraz sırtılırsan orada. Yəni bu sözün bəlkə şeydir, səhv ola bilər. Yəni səhv bildiyin şey bir neçə dəfə eləyəndə bunu normallaşdırırsan özündə. Və hamında navrot o elə bir ki, protiv gedirsən bu yolu. Və hamında özünə qarşı gəlmiş kimi hiss edirsən. Yəni onlar o ego bəlkə də elə başa düşürəm mən məsələni. Yəni öz düz səhvlərini cəmaata düz kimi çatdırmağa çalışırlar. Təbii ki, ego yanlışın üzərindəki israra əsaslanır. Özünü də hamıdan böyük görür. Layiq olmadığı halda. Layiq olanda özünü hamıdan böyük görmür. Özünü hamıya boşlu hiss edir. İsa Peyğəmbər bir dəfə eşidir ki, tələbələri öz aralarında danışırlar, həvarilər. Kim daha böyükdür, kim daha böyükdür. Yarış şey deyirlər, gözünü açır, deyir su gətirin, ayaqlarınızı yuyacam sizin. Başlayır onların ayaqlarını yumağa. Hirsizlərdən böyük olan hamında qayğısına qalacaq. Böyüklük bunun üçündür. Böyüklük öyünmək üçün, nə bilim, fərq yaratmaq üçün deyil. Böyüklük fərq yaradır onsuz da. Amma bu hamının xidmətində olan bir şey olur da. Hamıya kömək olan bir böyüklük. Gözəl sözdür, hamıya borclu saymaq da özü. Amma ego çox problemli bir şeydir. Çox sağ olun Müşfiq bəy. Sağ olun, siz də sağ olun. Mən gözləyirdim ki, onsuz da siz danışacaqsınız, biz dinləyəcəyik, amma yəni bu dərəcədə dolğun deməyək, sözüm düz çıxsa doyuzduran cavablar. Yəni çox sağ olun. Siz sağ olun. Ümid edirəm ki, podkastınız baxılacaq. İnşallah. Biz də ümid edirik. Çox sağ olun. Çox sağ olun, minnətdaram.